Bəli xanımlar, hamama daxil oldum. İmkanım yoxdur, pulum yoxdur deyən xanımlar üçün istəyirəm video çəkim. Bax, şampundur, qara zirə şampunu. Övladlarım istifadə edir. Tualet hamam təmizləyicisidir. Kafir kabinaların təmizləmək üçün, yəni hər evə gərəkli olan məhsuldur. Divanların üstü, uşaqlar oturur, ləkə düşür. Köpüklü xalça divan təmizləmək üçün. Keratinli şampundur, saçlarımızı yumaq üçün. Özüm istifadə edirəm. Duş gelidir, ailəlikcə istifadə edirik. Bu sonra hamam deyirəm, pul silmək üçün bu vasitədir. Diş pastamızdır. Yüz yuma gelimdir. Yəni hər gün mütləq şəkildə bununla üzümü yuyuram. Üzaltı, dəraltı belə deyək də, səpkilərin olmaması üçün üz mütləq, baxın, adi bir dənə şkafı açıram, baxın, hər biri mənim məsələn. Bu kataloqun addım hədiyyəsidir. İlk qoşulan xanımlar köpük, mütləq üzü köpüklə yumalıyıq. Övladlarımın diş pastasıdır. Sonra üz üçün tonikdir, baxın. Sonra hidrofil yağıdır, günəş və makyajı dərindən təmizləyir, günəş kremini. Sonra üz üçün biberli maskadır, üz üçün deyirəm, saç üçün. Maşallah, o qədər məhsulumuz var, artıq qarışdırıram. Və burada belə bir skrab var. Həftədə mütləq 2 həftə, həftənin 2 günü skrabla üzümüzü təmizləməliyik. Baxın xanımlar, imkanım yoxdur. Mən hələ sizə hamam otağımda olan müəyyən bir qism məhsulları çəkdim.